Salamlayırıq, hər birinizi xoş gördük deyirəm. Hər biriniz xoş gəlmisiniz, səfa gətirmisiniz. Bu gözəl gündə, bu mübarək gündə biz də hardasa şanslı insanlarıq ki, bu gözəl günün şahidləriyik, iştirakçılarıyıq. Bu gün Malik əmmin, övladı Maysə xanımın, belə desək, qız toyudur. İlk məclis onun qapısında. Malik əmmin bir daha təbrik edirəm. Allah çoxlu xeyir versin. Nənələrin, babaların gözləri aydın olsun. O cümlədən bizim bəyimizin atası Ağa Talib əmi. Allah çoxlu xeyir versin. Hər zaman qapınıza xeyir işlərə gələ. Bugün təbii ki Malik əminin heç xeyir işi olmağına baxmayaraq, bax burada əyləşən maşallah rəngarəng, saysıtmə qonaqlardan hamısı illərlə yığılan hörmətin nəticəsidir. Bunun üçün hər birinizə dərin təşəkkürümüzü bildirib, gözəl Natiq Şadlıq Sarayında, bu işıqlı sarayımızda bir daha administratorumuza dərin təşəkkürümüzü bildiririk. Bizim üçün belə gözəl şərait yaradıldığı üçün, yeyin üçün nış olsun. Biz bayaq da mən açılışda qeyd etdiyim şəhidlərimizi yad etdik. Zərdab rayonunda Seyirxanlı kəndi, Xanməmmədli kəndi adətən bir kənd kimi vurğulanır və ən kiçik kəndlərdəndir. Əhalisinin sayına görə ən kiçik kəndlərdəndir. Hər iki müharibədə bu iki kənddən 4 şəhid olur. Allah hər birinə rəhmət eləsin. Nuramir Əliyev, Arif Qocayev, Elxan Əmrəliyev və 2-ci Qarabağ müharibəsində şəhid olan mənim əziz dostum, qardaşım Abbasov Ağa qardaş. Allah hər birinə rəhmət eləsin, məkanları cənnət olsun və bayaq açılışda təbii ki o qısa fraqment oldu, mən qeyd edə bilmədim. Burada ola bilər ki bizim şəhid ailə üzvlərinə əyləşənlər var, hər birinin qarşısında baş endirirəm. Hər birini bir daha salamlayırıq, qazi vetirən qardaşlarımıza can sağlığı arz edirəm. Mən istəyirəm ki, dəyərli qonaqlar, biz həmişə şəhidlərimizi yad edirik, amma vətən uğrunda o canını fəda etməyə gedən, qismətinə şəhidlik yazılmayıb, təsadüfən, belə deyək də, sağ gələn vətən övladlarını da həmişə yüksək qiymətləndirməliyik. Mən bir neçə ay öncə bizim Seyirxanlı kəndindən Cəlləd əminin 1-ci Qarabağ müharibəsində iştirak etmişdi. Onun mən bir müsahibəsini izlədim və doğrudan da o bir qəhrəmanlıq nümunəsidir. 9 nəfər əskər Kəlbəcərin Başlı Bel kəndində 100, səhv eləmirəmsə 18 gün tam erməni ordusunun mühasirəsində 70-dən çox mülki əhalini sağ-salamat gətirib vətənə çıxartmışdı. Öz əskər yoldaşları ilə, öz döyüş yoldaşları ilə bərabər. Doğrudan da onun danışdığı o hekayə, mən hətta qeyd edərdim ki, Lev Nikolay Tolstoyun Hərb və Sülh əsərindən daha kədərli, daha dərin və daha faciəvidir. Buna görə Cəlləd əmin də əgər buradadırsa salamlayırıq, ona da dərin təşəkkürümüzü bildiririk. Operatorlarımızın adından bir daha bəyimizi, gəlimizi Şaiq bəyin, Xəyal bəyin adından təbrik edirəm və bugünkü şənliyimizin aparıcısı mən Eşqin Məmmədov, bir daha bəyimizi, gəlimizi təbrik edirəm və istəyirəm ki, elə açılışda özümün Abbasov Ağa qardaşa yazdığım şeiri səsləndirim, sonra təbii ki mən dəyərli musiqiçilərimizi salamlayacağam. Bəlkə mənə Tanrı rəva bilmədi, dərənmədim bu gülləri bir daha. Bu şeirin başqa cürdür qisməti, ovundurar könülləri bir daha. Həyat bir iblisdir, işi xatalı, ömür ötür tufanlarda bəlalı. Doğmalarla həm atalı, analı, çətin tapam o günləri bir daha. Yağışda, küləkdə çürüyür budaq, köklərdir yaşayan torpaqda ancaq. Həyat ağacından qopanda yarpaq, yaşayar mı fəsilləri bir daha? Borcun ödənməzdi ana, bağışla, indi xatirəyəm bir qara daşda. Bəzən büdrəyəndə ilkin yapış da, tutaram o əlləri bir daha. Mən hər birinizə xoş günlər, gözəl günlər, salib sevilməyi, seçilməyə arz edirəm. Mənimlə təbii ki bərabər bugünkü şənliyimizi daha maraqlı edəcək, gözəl musiqilərlə, gözəl rəqslərlə bizi sevindirəcək dəyərli musiqilərimizin hər birini salamlayıram. Səhnəmizdə maşallah Zərdabımızın ən gözəl musiqiçiləri əyləşib. Təbii ki o ansamblın da rəhbəri, illərin sənətkarı Azər Salahlı. Azər əmi, xoş gəlmişsən. Mən hər zaman qeyd eləmişəm ki, biz uşaq idik, o mağarın kənarından baxırdım ki, Azər əmin ifasını dinləyirdi.
Bu gün amma bir səhnədə yer almaq doğrudan mənim üçün çox qürurludur. Və bizim əzimiz, digər qonağımız, xanım müğannimiz Pəri xanım Bərdəli. Xoş gəlmişsiniz. Üzr istəyirəm, Məryəm xanım. Məryəm xanım Bərdəli bugün bizim xanım qonağımızdır, xanım müğannimizdir. Xoş gəlib. Həmişə toylarda görüşən. Sözü Azər müəllim sizə verirəm, eşidəyin.